deyir ki, 377 ədədindən sonra gələn ədəd hansıdır? Məsələn, mənə desə ki, adi bildiyimiz onluq say sistemində desək ki, 5-dən sonra gələn ədəd hansıdır? 5-dən sonra. Nə deyərəm? 6. Nə bildim 6-dır? 5-in üzərinə 1 gəldi. Düzdürmü? Burada da eyni qayda ilə. Hansıdır? Deməli, mən bu ədədin üzərinə 1 gələcəm. Amma harada gələcəm? 8-lik say sistemində gələcəm. 3, 7, 7-nin üzərinə 1 gələcəm. Toplayanda nə eləyir? Gəlin alt-alta toplayım ki, sizin üçün daha anlaşıqlı olsun. Bu da 8-likdədir. 7-nin üstünə 1 gələrəm 8. 8 8-likdə varmı? Yox. 8-lik say sisteminin ən sonuncu rəqəmi 7-dir. Ona görə 8-dən 8-i çıxıb 0-ı bura yazıram, 1-i də yadımda saxlayıram. 7, düzdürmü? 1 yadımda qalmışdı mı? 7-nin də üzərinə 1, 8. 8-i yenə yaza bilmirəm, çünki 8-lik say sistemində 8 yoxdur. Buna görə 8-dən 8-i çıxıb 0-ı yazıram bura, 1 yenə yadımda qalır. 3-dür, 3-ün də üzərinə 1, 4. Deməli olur nə? 4, 0, 0, 8-lik say sistemində. Növbəti sualımız belədir. Deyir ki, 3, 5, x-lik say sistemində üzərinə gəl 22, x-lik say sistemində 1, 0, 6, 16-lıq say sistemində. Bu bərabərliyə əsasən x-i tapaq. Necə tapırıq? Hər birini onluq say sisteminə çevirməklə bunları tapa bilərik. 0, 1 yazıram, 0, 1, 2 yazıram və 3 vurulsun x üstü 1 eləyir 3x plus 5 vurulsun x üstü 0, 5 vurulsun 1 eləyir. Üzərinə gələk 2x üzərinə 2. 1-i vururam 16-nın kvadratına. 16 vur 16. 0 yoxdur. 6 üstü 0 da 6 vurulsun 1 demək. 3x 2x nə eləyir? 5x plus 7 bərabərdir. 7, 5 üstə gəlsin 2-dir. 16, 16, 2 üstü 4 budur, 2 üstü 4-də budur, 2 üstü 8. Üzərinə gələrəm 6-nı. 5x bərabərdir 256. Üzərinə 6 çıx 7. Nə eləyir? 5x bərabərdir 256-dan 6. 256 üzərinə 6, 262. 262-dən də 7 çıxanda 255 qalır. 255-i də 5-ə böləndə qalacaq 51. X-im oldu 51. Doğru cavabımız B variantı. Keçək növbəti sualımıza. Burada deyir ki, 122 8-lik say sistemində 1, 2, 2. 8, 2, x-lik say sistemində. Əgər bunlar deyib bərabərdirsə, x-i müəyyən edin. Yenə bayaqki qayda ilə 0, 1, 2 yazaram. 0, 1 yazaram. Çünki onluq say sisteminə gətirib bərabərləşdirməliyik. 1 vurulsun 8-in kvadratı 64, üzərinə gələ 2 vurulsun 8, 16, üzərinə gələ 2 vurulsun 8 üstü 0 da 1-dir. Gəlir 2. Bərabərdir 8x plus 2, 8x plus 2, 8x, demək ki 64, 82, bu 2-lər getdi onsuzda, bu eləyir 80, bu da 8x. X də bərabər olur 10. Cavabım olur 10. Keçən növbəti sualımıza deyir ki, bu ifadənin doğru olduğu say sisteminin əsasını müəyyən edib. 3, 5x üzərinə gələk 2, 5x bərabərdir 6, 2x. Bunu həll etmək üçün 0, 1, 0, 1, 0, 1 yazaram. Və ya bunun daha asan yolu da var, onu da izah edəcəm sizə. Birinci üsulumuz budur. 3x plus 5 üstə gəl 2x plus 5 bərabərdir 6x plus 2. 3x, 2x nə edir? 5x üzərinə 5, 5, 10 bərabərdir 6x plus 2. 5x'i bu tərəfə keçirsəm qalacaq x. 10-dan da 2 çıxsam qalacaq 8. Deməli, x-im 8-likdir. Bunun növbəti üsulu odur ki, ikinci üsulu.
Baxın, sonuncu rəqəmlərə baxın burada. Deməli, baxırıq ki, belə olan halda, baxın belə misallar verildiyi halda, həm bunu onluğa çevirib üzərinə 0,1 yazmaqla həll edə bilərik. Həm də, baxın, verilmiş iki rəqəmli, hamısı iki rəqəmli də düzdür. Verilmiş iki rəqəmli ədədlərin, toplananların ikinci rəqəmlərini toplayıb, alınan cəmi ondan çıxırıq. Cəmin ikinci rəqəmini ondan çıxırıq. 5 üzərinə 5 çıxılsın 2. Alındı nə? 8. Baxın. Bir var, 3 dənə, 4 dənə hətta sətr yazan. 1, 2, 3, 4. Bir də var, bir dənə sətirlə mən bunu tapdım. Şifahi yolla da baxıb 5, 5, 10, ondan da 2-ni çıxaram, qalar 8. Nəyə görə? Məsələn, bu 8-likdə də düzdürmü? Toplayaq gəlin. 3, 5, 8-likdə üzərinə gəlinsin 2, 5, 8-likdə. Deyirsiniz ki, biz niyə çıxırıq 2-ni ondan? 2 hardan gəlir, niyə çıxılır, onu başa salıram. 5-in üzərinə 5 nə eləyir? 10. 18-likdə varmı? Yox. Ondan 8-i çıxıram. Nə qalır? 2. Baxın, o 2-ni buraya yazdım. Yadımda nə qaldı? 1. Çünki onun içərisində bir dənə 8 var. 3-ün üzərinə də 2 gələrəm, eləyər 5. 5-in də üzərinə bu 1-i gələrəm, eləyər 6, 2, 8-likdə. Baxın, bu 2-ni ona görə buradan çıxıram. Ha, ondan 8-i çıxmış. Yəni, baxın, biz cəmləyirik, düzdürmü? Cəmləyəndə 5, 5, 10, düzdürmü? Aldığım cavabdan nəyə çıxdım? Say sisteminin əsasını. Say sisteminin əsasını bilmədiyimə görə 10 çıxılsın x deyirəm buna. Bu da olur 2. Toplamışam, say sisteminin əsasını çıxmışam, qalıb 2. Deməli, mənim say sisteminin əsası nə imiş ki? 8 imiş, düzdürmü? Baxın, bu qaydada da yadınızda saxlaya bilərsiniz. Gələk günün son sualına. Çox maraqlı bir sualdır. Deyir ki, əlifbanın hərfi ardıcıllıqla 1-dən başlayaraq 8-lik say sistemində nömrələnib, şifrələnib. Kitab ifadəsinin şifrini tapın. Gəlin əvvəlcə bunu 1-dən başlayaraq 8-lik say sistemində nömrələyək. 1, 2, biraz daha balacalaşdıralım. 3, 4, belə də onu siz görmüşsünüz. Görürsünüz yoxsa? 5, 6, 7. Baxın, bunun 2 dənə yolu var. 1, adicə. Bunu həm onluq say sistemində saya bilərik. Baxın, onluq say sistemində sayaq, izah edeyim. Daha sonra 8-likdə də göstərərəm. 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. Mən t-ya qədər lazımdır, onsuz da t var burada ona görə. Deməli, deyir ki, kitab sözünün şifrini. 2 hardadır? 2 neçəncidir? 11-dir. Bəli. 2 11-dir. 2, 2, t, a, b. 2 nə oldu? 11. İ'nin nömrəsi nə oldu? 9. T'nin nə oldu? 20. A nədir? 1'dir. B də 2'dir. 11. 8'likdə yoxdur da. Bunlar hamısı onluq say sistemində saymışıq. Bunlar hamısı onluq say sistemindədir. Şimdi bunları mən 8'liyə keçirəcəm. 11'i 8'liyə keçirəndə 11'i dərsəm görürsünüz. 11'i bölsəm 8'ə nə eləyir? 1 dəfə. 11'dən də 8 çıxanda qalır 3. Cavabım 1, 3. Harda 8'lik? 9 8'likdə varmı? Yoxdur. 9'u bölürəm 8'ə 1. 9'dan 8, 1 qalır. 1 oldu. Ona görə 1, 1, 8'likdə. 20'ni bölsəm 20'ni 8'ə 2 dəfə 16. 16'dan da 4. 20'dən də 16, 4, 2 və 4. 2, 4, 8'likdə 1 ilə 1'dir, 2 ilə 2'dir. Cavabım nədir? 13, 1, 3, 1, 1, 2, 4, 1, 2. Baxın belə. Bir də əgər bacarırsınızsa nə gözəl. Bacarmırsınızsa da bu sizə bir qəbahət deyil.
Sadəcə əgər bilirsinizsə, əvvəldən eləmisinizsə, yadınıza salmaq üçün deyirəm. Bunu qoyacağım. Eləyim. Baxın, bunu böyüdürəm mən sizə üçün. Sizə nə izah eləmək istəyirəm, baxın, indi biləcəksiniz. Deməli, deyir ki, 8-lik say sistemində şifrələnib, düzdürmü? Məsələn, mən bunu onluqda sayanda nə elədim? Yazdım ki, 1, 2, 3, daha 9-a qədər, düzdür? Sonra hardan başladım? Dedim 10. Bu 10 niyə oldu? 1 və 0-ın birləşməsindən. Artıq birinci ədədim, baxın bunlar 1, 2, 3 deyil, 0, 1, 0, 2, 0, 3, ta ki 0, 9-a qədər. Bunlar belə şifrələnib. Bu isə artıq ikinci rəqəmin 1, 1 özündən əvvəlki, özündən sonraki, bir sonraki, ta ki 9-a qədər əvəzlənməsidir. Baxın 10. Sonra 1, 0, düzdürmü? Sonra nə olacaq? 1, 1, düzdür? 1, 2, 1, 3. Baxın 11, 12 demirəm. Amma 11, 12 kimi gedir. Düzdürmü? Sıramız belə gedir. Ta ki 1, 9-a qədər. 1, 9. Biliyorsunuz. Bu onluq say sistemindədir. Onluğa aid. Və 8-likdə mən bunu necə nömrələyərəm? 8-likdə 1-dən başlayaraq deyir yenə də. 1, 2, 3, 4, 5, 6, 7. Bitti mi rəqəmi? İndi hardan başlayacağım? 1, 0, 1, 1, 1, 2, 1, 3, 1, 4, 1, 5, 1, 6, 1, 7. Sonra nə olacaq? Növbəti nə olacaq? 1, 8, yox. Axı, bitdi burada rəqəm. 7-dən sonra yoxdur. İndi olacaq 2, 0, 2, 1, 2, 2, 2, 3. Baxın. 2, 0, 2, 1, 2, 2. Baxın belə. 2, 7-yə qədər gedəcək. Sonra olacaq 3, 0, 3, 1, ta ki 3, 7-yə qədər. Ən sonuncuda nə olacaq? 7, 7. Aydındır. Ümid edirəm ki, fikrimi tam çatdıra bilmişəm. İndi baxın, burada nömrələyək bunu. 1, 2, 3, 4, 5, 6, 7. Düzdürmü? 1, 0, 1, 1. Bir nə oldu məndə? 1, 1 idi, düzdürmü? Baxın, yeni 1, 1 almışam. Baxın, bu 2, 2, A, burada. Görürük. Yeni mən 1, 1 almışdım mı? Almışdım. İndi 1, 2, 1, 3, 2, 1, 3'dür mü? Bəli, gördünüz. İndi t nə olacaq? 2, 4 olacaq. Baxın, bura axıra qədər nömrələsəm, bu 2, 4 olacaq. Bu qədər. Bugünlük suallarımız bu qədər.